Əziz balıqçılar, bu gün mən sizə düyünsüz montajı necə hazırlamağı göstərəcəm. Burada istifadə olunan materiallardır. Bizim 7-li leskamızdır, 5'lik neylon leskamızdır. Sonra vertujokdur, termosatkadır. Bir də belə bir alət var. Baxın, leskaları belə bir fiksasiya edirəm, keçirdirəm karabinlə və leskanı belə bir fiksasiya edirəm ki, tarım olsun. Bax, görürsünüz, burada heç bir düyün yoxdur. Leska vertujokun halqasına keçir. Sonra belə bir neylon 5'lik leskanı götürürəm və başlayıram həmin 7'lik leskanın üstünə toxumağa. Yəni adi düyünlər vurursan, adi düyün vurandan sonra istədiyiniz düyünlərdən vura bilərsiniz. Belə bir toxuma alınır. Bu toxuma bizdə həmin o leskanı qoruyur, saxlayır, qoymur ki, çıxartsın. Sonra bir toxumaların üstündən belə bir termosatkada keçirdirəm. Həm termosatka həm bunları qoruyacaq, həm də stoper rolu oynayacaq. Bax, görürsünüz, ortadakı aralara da, bığları asmaq üçün yerlərə də orada toxumuşam. Orada da düyün yoxdur. Və belə bir termosatka ilə keçirdirəm. Sonra biz bunu, həmin bu termosatkaları bunun öz feni ilə isidəcəyik ki, termosatka tam yapışsın bizim toxumaların üstünə. Həm stoper olacaq, həm də qoruyacaq bizim toxumaları. Baxın, bax, bu fenlə termosatkaları isidirik. İsidəndən sonra bax, belə bir montaj alınır. Termosatka tam oturub toxumanın üstünə həm toxumanı qoruyur, həm də stoper rolu oynayır. Vertujoklar da görürsünüz sərbəstdir. Burada hər vertujokun yanında öz muncuğu da var. Baxın, belə bir montaj alındır. BBK-dan istifadə edin, yararlanın.